Köp xəstəliyinin səbəbi nədir? Müalicəsi varmı? Deməli, daha çox müraciət edən xəstələrdən, yəni mədə-bağırsaq şikayətlərindən ən öndə gedən şah simptom köp şikayətidir. Xəstələr köp şikayət edirsə, ağlımıza gələn ilk xəstəliklər təbii ki, mədə-bağırsaq sistemi xəstəlikləridir ki, bura qaraciyər, öd kisəsi və çıxarıcı yolların xəstəlikləri, mədə-bağırsaqların, 12 barmaq bağırsaq və yoğun bağırsaq xəstəliklərini bura aid eləmək olar. Bəzi hallarda sinir sisteminin bəzi pozğunluqları və endokrin neyrohumoral sistemi, endokrin sistemin pozğunluqları da köp xəstəliklərinə gətirib çıxarda bilər. Başlıca səbəb kimi bəzən burada insanlarımızın qidalanmasını əsas gətirə bilirik. Çünki artıq müasir dünyada yaşayırıq, müasir dünyada qidalarımızın süni işlənilməsi, belə ki, işlənmiş qidalar, fast food qidalarına meyillik, yəni evdən kənarda, belə deyək ki, küçə yeməklərinə meyilli insanlarda bu şikayətlərin gətirib artmasına çıxarda bilər. İkinci səbəb kimi ola bilər ki, də insan normal qidalanmasına fikir verir, yəni ev yeməklərinin üstünlük verir, amma rejiminin olmaması, məsələn, gecə yatmazdan öncə qidalanması, bütün günü ac gəzib, axşamlar daha çox yemək tükətməsi köp şikayətlərini gətirib çıxarda bilir. Və ola bilər ki, bəzən bu şikayətlər qadınlarda hamiləliklərdən sonra olur. Xəstələr qəbizlik şikayətindən müraciət edirlər. Bu da adətən hamiləlik dövründə bağırsaqların divarının zədələnməsi və endokrin sistemin dəyişməsinin fonunda ola bilər. Yəni anamnezə diqqət toplamaq lazımdır xəstələrdə. Neçə ildə artıq bunlarda köp şikayəti var, yəni neçə ayda köp şikayəti var, nədən sonra daha çox artır, qidadan sonra mı və yaxud da ki, ac qarına mı, geniş anamnez yığdıqdan sonra ətraflı müayinə nəticəsində diaqnozunu qoyub nəticə əldə etmək mümkündür təbii ki.